münafiqlərin kitab əhlindən olan kafir qardaşlarına: əgər sizi vətəninizdən qovsalar, biz də sizinlə birlikdə çıxıb gedəcək və heç kəsin sizin haqqınızda olan sözlərinə tabi olmayacaq. Əgər sizinlə döyüşsələr, sizə kömək edəcəyik dediyini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir. Əgər onları yurdlarından qovsalar, münafiqlər onlarla birlikdə çıxıb getməyəcəklər. Müsəlmanlar onlara qarşı vuruşsalar, onlara köməyini göstərməyəcəklər. Əgər yardım göstərsələr belə, geri dönüb qaçar, sonra da onlara heç bir kömək edilməz. Həşr surəsi 11-12-ci ayələr. Haqqında danışdığımız ayədə Allah Teala münafiqlərin barəsində məsəl çəkərkən İstəvqədə nəran ifadəsini işlədərək onları odyandıran şəxsə bənzətmişdi. Yəni münafiqlər nura qovuşmaqdan ötürü oddan istifadə edirlər. Od isə yandırıcılıq xüsusiyyətinə malik olmaqla yanaşı, həm tüstüyə, həm də külə malikdir. Möminlər isə yalnız iman nurundan istifadə edirlər. Münafiqlər üzdə iman nuruna malik olsalar da, batilləri oddur. Üzdə nurlu görsənsələr də, bu nur qısa müddətli və zəifdir. Bu zəif nurda ya vicdanın işıq və nuruna, ya da ilkin imanlarına işarədir. Lakin sonradan kör-körənə təqrirlər və yersiz təəssübkeşliklər, inatkarlıqlar nəticəsində həmin iman da aradan gedir, onun üzərinə zülmətlər örtür. Daha çox insan faydalansın deyə bu videonu bəyən və yadda saxla.